Sentyabrın 14-də Xankəndi şəhərində insident törətməyə çalışan Avanesyan Karen Albertoviç haqqında yeni detallar bəlli olub. Qlobal Info xəbər verir ki, bununla bağlı Hraparak qəzeti araşdırma aparıb. Nəşr Karen Avanesyanın fotosundan istifadə edərək yerli sakinlərə onun haqqında sual ünvanlayıb. Gümrüdən olan hüquq müdafiəçisi Karapet Pagasyan bildirib ki, Karen Avanesyanın uşaqlığı çətin keçib. Stat: O erkən yaşda anasını itirib, məktəbdə zəif oxuyub, lakin sonradan 2 universiteti fərqlənmə diplomu ilə bitirib, bir neçə dildə sərbəst danışıb. Kareni qapalı və ünsiyyətçil olmayan biri kimi tanıyıram. Statın sonu. Qarabağdakı keçmiş qondarma rejimin deputatı Metaxya Akopyan isə Avanesyan Karenin güya psixi problemlərinin olduğunu qeyd edib. Xatırladaq ki, Avanesyan Karen Xankəndidə 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası almış erməni əsilli şəxs tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb. Qeyd edək ki, Avanesyan Karen Albertoviçin psixi problemlərinin olması inandırıcı deyil. Belə ki, o daha əvvəl verdiyi müsahibədə kifayət qədər adekvat cümlələr qurub və özünü həm müdafiə, həm də kamuflyaj etməyə çalışıb. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.